Salam dəyərli izləyicilər. Dimin yeni nəşri olan 20 sınaq kitabçasındakı testlərin izahını verəcəm bu gündən sizə. Birinci sınaqla başlayırıq. Mövzu Azərbaycan qədim dövrünü əhatə edir. Birinci sualda nə soruşur bizdən? Ərəb əsarəti dövrü Azərbaycanda Əməvilər sülaləsinin dövrü, bir də Abbasilər sülaləsinin dövrü. Əməvilər bilirik ki 661-750-dir. Abbasilərdə 750-1258-dir. Biz bunu qeyd etsək bura daha rahat aydın olacaq bizə. Abbasilər isə 750-1258-ci illər. Beyləqandakı üsyan 748, Müsafir üsyanı gördüyünüz kimi bu düşür. Bu dövrə Xəzər xaqanlığı ilə ilk toqquşma 643 bu düşmür. Rəşidi xəlifələri dövrünə aid olur. Əhalinin siyahıya alınması 725, gördüyünüz kimi bu da Əməvilər sülaləsinin hakimiyyəti dövrünə düşür. Dəbil Ərəb Əmirliyinin mərkəzinə çevrilibdir 7-ci əsrdə. Azərbaycan, yəni Dəbil, Şimali Azərbaycan Ərəb hakimiyyəti altına düşdükdən sonra deməli davam edibdir 705-ci ilə qədər, ta ki 8-ci əsrin əvvəllərində köçürülüb mərkəz Bərdə şəhərinə. Hərbi qənimətə görə xüms vergisinin ödənməsi bu aiddir həm Əməvilərə, həm Abbasilər sülaləsinin dövrünə. Abbasilər sülaləsi dövrünə düşdüyünə görə biz bunu götürəcəyik. Dəbili götürmədik. Xürrəmlərin Həştadsar döyüşlərində məğlub edilməsi səhvdir. Qalib gəlməsi desəydi, onun da götürmək olardı, amma burada məğlub edilməsi yazılıbdır deyə səhv olacaq. Baxmayaraq ki, Həştadsar döyüşləri həmin dövrdə, yəni Abbasilər sülaləsinin dövründə baş veribdir. 829-836-cı illərdə. Deməli, 1-ə AC, 2-yə B. Doğru cavab B bəndi olacaq. Növbəti sual ikinci sualdır. Qələmi seçirik. Göstərilənlərin aid olduğu şəhəri müəyyən edin. Albaniya dövlətinin paytaxtlarından biri idi. Albaniyanın 2 dənə paytaxtı olubdur. Biri Qəbələdə yerləşirdi. Hardasa bu əraziyə düşür. İkincisi isə Bərdə şəhəri olubdur. Bir də bu 4 bu əraziyə düşür. Azərbaycanda Ərəb Əmirliyinin canişinlik mərkəzi olmuşdur. Bayaq qeyd etdiyim kimi 8-ci əsrin əvvəllərində Bərdə şəhəri olmuşdur. Həmin bu 4-ün olduğu yerdə Bərdə şəhəri olmuşdur Ərəb Əmirliyinin mərkəzi şəhəri. Deməli, doğru cavab 4 olacaq, D bəndi. Növbəti suala keçək. Üçüncü sual. Qələmi seçək. Eradan əvvəl 1-ci əsrin 60-cı illərində Roma qoşunlarının Azərbaycana yürüşlərinə aiddir. Söhbət eradan əvvəl 66-65-ci illərdə Pompeyin Azərbaycana yürüşündən gedir. Albaniya üzərinə xüsusən yürüşlərindən gedir. Fraspa döyüşlərində Atropatena qoşunlarının Romalıları məğlub etməsi. Fraspa döyüşləri eradan əvvəl, daha doğrusu döyüşü 36-cı ildir. Bu getdi avtomatik. Albaniya və Roma hərbi qüvvələri arasında döyüşlərin baş verməsi. Bu doğru cavab olacaq. Bayaq qeyd etdiyim kimi. Kür çay döyüşü, bir də Qanıq çay sayında. Albaniya dövlətinin Romaya qarşı Parfiyanın müttəfiqinə çevrilməsi. Bu aiddir. Albaniya dövlətinin Romaya qarşı Parfiya müttəfiqinə çevrilməsi. Ümumiyyətlə, belə bir şey olmayıbdır. Yenə tərsi olsaydı, Parfiyaya qarşı Romalı müttəfiq olsaydı, bizim eranın 1-ci əsri olacaqdı. Azərbaycanın Roma imperiyasının əsarəti altına düşməsi, imperiya olaraq xüsusən belə bir tarixi götürmürük, yəni bu dövrdə olmayıbdır. Yəni eradan əvvəl 36-cı ildə olsaydı, bəli, Albaniyanı məğlub etməsi götürülə bilərdi. Hökmdar Kozisin Qanıq döyüşündə məğlub edilməsi.
Kozis hökmdar olmamışdı. Oroys idi hökmdar. Kozis də onun qardaşı idi. Bu da getdi. Doğru cavab B bəndini götürəcəyik. Deməli, daha sonra baş vermişdir deyir. Kutilərin Akkad dövlətinin varlığına son qoyması. Bu eradan əvvəl 22-ci əsrdir. Daha dəqiqi 2184 götürürlər. İskit Sak tayfalarının Azərbaycana axınının başlanması eradan əvvəl 7-ci əsrdir. 7-ci əsrin birinci yarısı. Azərbaycanın cənubunda 7-ci əsrin birinci yarısı. Azərbaycanın cənubunda dövlət qurumlarının meydana gəlməsi eradan əvvəl 3-cü minillikdir. Manna adının ilk dəfə qaynaqlarda çəkilməsi eradan əvvəl 9-cu əsrdir. Paytaxt İzirtunun Assuriya hökmdarı Aşurbanipal tərəfindən dağıdılması, bunun dəqiq ili var, eradan əvvəl 650-ci il, o da düşür 7-ci əsrin ortaları. Deməli, burada qarışdıra bilərlər uşaqlar. 7-ci əsrin birinci yarısı olacaq təqribən 670, 680, 660-cı illər. Bunu götürülə bilər. Eradan əvvəl 650 isə daha sonra baş vermişdir. Deməli, eradan əvvəl olduğuna görə, yəni illərdə bizə daha yaxın olan il 650-ci ildə eradan əvvəl, ona görə düzgün cavab olacaq E bəndi. Növbəti 5-ci suala baxırıq. Ərəb xilafətində hakimiyyətə gələn Əməvilər sülaləsi vergi siyasətini getdikcə sərtləşdirirdi. Yerli əhali ilə ərəblər arasında fərqlərin qoyulması əsarət altında olan xalqların xilafətə qarşı etiraz çıxışlarının baş verməsinə səbəb olurdu. Belə çıxışlardan birinə də Azərbaycanda Müsafir başçılıq edirdi. Deməli, Beyləqanda Müsafir üsyanı 748-ci ildə baş vermişdir. İndi bizdən soruşur, mətndə bəhs edilən hərəkat başçısı ilə Babək Xürrəmi arasında olan ümumi cəhət, həm Müsafir, həm Babək arasında ümumi cəhət. Əməvilər sülaləsinin yeritdiyi ayrı seçkilik siyasətinə qarşı mübarizə aparmaları, Müsafiri götürə bilərik, amma Babəkin başçılığı ilə üsyan, Babək Xürrəmlər hərəkatı 778-də başlayıbdır. Yəni, bu artıq düşür Abbasilərin hakimiyyəti dövrünə. Ona görə bunu götürmürük. Üsyana 8-ci əsrin ikinci yarısında başçılıq etmələri. Müsafir 748-də başlayıb 52-yə kimi davam edibdir. Düzdür, bunun illəri dərslikdə verilməyibdir. 8-ci əsrin ikinci yarısında yəni, Müsafir düşsə də Babək 816, yəni düşür artıq 9-cu əsrə, ona görə də bu getdi. Mübarizəyə Araz çayından cənubdakı ərazilərdə başlamaları. Araz çayından cənubdakı ərazilərdə Beyləqanda üsyan baş verdiyinə görə Beyləqan Araz çayından şimaldadır. Ona görə getdi bu C-də. Babəki götürə bilərik. Araz çayından cənubda, Cənubi Azərbaycanda olmuşdu. Ərəb əsarətindən azad olmağa çalışmaları bu hər ikisinə də uyğun gəlir. Məzdəkilərin ideyalarını davam etdirmələri Müsafirdə yox idi, amma Babəkdə var idi. Ortaq cəhət götürə bilmərik. Doğru cavab D bəndi olacaq. 5-i dedik. Keçirik 6-cı suala. Erkən Tunc dövründə Azərbaycanda kollektiv dəfn etmə adəti meydana gəldi. Bəli, elə doğru cavab bu olacaq. Erkən Tunc dövrü eradan əvvəl 4-cü, 3-cü minillikləri əhatə etmişdi. İkinci ictimai əmək bölgüsü baş verdi, deyir. Bu, Orta Tunc dövrünə aiddir. Sənətkarlıq müstəqil sahəyə çevrildi. İkinci ictimai əmək bölgüsü də Orta Tunc dövrünə aiddir. Erkən şəhər mərkəzləri yarandı. Bu da Orta Tunc dövrünə aiddir. Ayaqla hərəkətə gətirilən duluz çarxının istifadəsinə başlanıldı.
Bu Son Tunc, Erkən Dəmir dövrünə aiddir. Manna dövlətinin tarixində eradan əvvəl 7-ci əsrin 70-50-ci illərində baş vermiş hadisələri müəyyən edin. Qeyd edək ki, bu düşəcək Ahşerinin hakimiyyəti dövrünə. Qələm biraz yaxşı yazmır deyə Ahşerinin hakimiyyəti dövründən düşür. Ahşerinin Assuriya torpaqlarına hücum etməsi. Bəli, bunu götürə bilərik. Xalq üsyanı nəticəsində hökmdarın öldürülməsi. 650-ci ildə Aşurbanipalın Manna yürüşündən cavab olaraq xalq Ahşeriyə qarşı üsyan qaldırmışdı. Bunu da götürə bilərik. Canişinlik sisteminin yaradılması Mannaya aiddir. Skit-Sak tayfaların işğalçı hücumlarına qarşı mübarizə aparılması. Yəni Skit-Saklar Mannaya köç ediblər, ancaq onlara qarşı mübarizə haqqında kitabımızda bəhs edilməyibdir. Urmiya gölündən şimalda yerləşən Manna ərazilərinin Urartu əsarətindən azad edilməsi. Bu artıq İranzu və Ullusununun hakimiyyəti dövrünə, yəni 8-ci əsrə gedir, çıxır. 5-də gedir. Düzgün cavab 1-2 B bəndi olacaq. 8-ci sual və 9-cu sual. 8-i yaxınlaşdıraq. Hadisə və nəticə əlaqəsinin doğru verildiyi cavabı müəyyən edin. Cavanşirin öldürülməsi Mehranilər sülaləsinin hakimiyyətinin sona çatması. Cavanşirin öldürülməsindən Mehranilər sülaləsi başa çatmamışdır. Qeyd edək ki, 681-də Cavanşir öldürülübdür. Mehranilərin sonu isə 705-ci ildir. Yəni Cavanşirdən sonra hələ o Varaz Tridat hakimiyyətə gəlmişdi. Bu getdi. Birinci Həmədan döyüşü ərəblərin xürrəmləri məğlub edərək Həmədanı ələ keçirməsi. Əksinə olmuşdu. Ərəblər məğlub olmuşdu. Xürrəmlər Həmədanı ələ keçirmişdi. Abbasilər sülaləsinin hakimiyyətə gəlməsi. Azərbaycan əhalisindən cizyə vergisinin alınmağa başlanması. Abbasilərlə yox, cizyə ərəblərin ilk gəlişi ilə hələ Rəşidi xəlifələrin dövründə alınmağa başlanmışdı. Urnarin Albaniyada hakimiyyətə gəlməsi, xristianlığın dövlət dini elan edilməsi. 313-cü ili götürürük. Bu doğru cavab olacaq. Amid döyüşü, Dizrav döyüşündə itirilmiş torpaqların Albaniyaya geri qaytarılması. Amid döyüşü 359-da, Dizrav döyüşündən əvvəl olubdu. Dizrav döyüşü 371-də baş veribdi. Burada itirilən torpaqlar 387-ci ildə geri qaytarılmışdı Albaniyaya. Bu da səhvdir. Doğru cavab D bəndi. 9-cu suala keçirik. Qədim Atropatena və Albaniya dövlətlərinin mədəniyyətinə aid oxşar cəhətləri müəyyən edin. Bəzi şəhərlərin ayrı-ayrı hökmdarlar tərəfindən salınması. Ölkə bu ola bilər, yəni ayrı-ayrı hökmdarlar tərəfindən salınmışdır, olubdur. Ölkə ərazisində Yunan mədəniyyətinin yayılması elmin mədəniyyəti idi. Həm Atropatenada biz Çerifto abidəsini götürə bilirik. Kiremitdən istifadə hər ikisində həm Atropatenada, həm Albaniyada Yunan mədəniyyətinin təsirini göstərirdi. Həmçinin Albaniyada tanrılar Zevs, Helios, Selena tanrılarından, Yunan tanrılarının sitayiş olunması. Həmçinin Albaniyada Böyük Dəhnə kəndində Yunan yazısının aşkar edilməsi. Bu da hər iki dövlətlərdə olan Yunan mədəniyyətinin təsirlərini göstərir saydıqlarım. Hieroglif yazı Misirdə olmuşdu, aidiyyəti yoxdur heç birinə. Mühürlərin üzük formasında hazırlanması. Bunu Albaniya haqqında biz deyirik adətən. Təqvimin yaradılması. Bu haqda da məlumat verilməyibdir. Doğru cavab B bəndi olacaq. Hər ikisində də oxşar cəhət. Mədəniyyətlərinə aid oxşar cəhət.
Növbəti sual 10-cu sualdır. Manna hökmdarı Ahşer ilə Atropatena hökmdarı Artabazd arasında ümumi cəhət. Müttəfiqi olduqları dövlətlərlə münasibətlərin pozulması. Bəli, A bəndi uyğun gələcək. Niyə görə? Ahşer müttəfiq olmuşdu əvvəlcə Assuriya ilə, daha sonra İskitlər gəldi, hərbi qüdrəti artdı. Ondan sonra Assuriya ilə ittifaqı pozmuşdu. Artabazd kim idi? Parfiya ilə bir vaxtlar Romaya qarşı müttəfiq idi. Fraspa döyüşündə birlikdə döyüşürlər, qalib gəlirlər. Ancaq daha sonra Parfiya Atropatenanı işğal etmək istəyəndə Artabazd onunla ittifaqı pozur, Roma ilə yaxınlaşır. Bu doğru cavab olacaq. Roma işğalına qarşı mübarizə aparılması Ahşeriya ümumiyyətlə aid ola bilməz. Manna Roma ilə görüşməyibdi. Skit dövləti ilə dostluq əlaqələrinin yaradılması bu Ahşeriya aiddir. Artabazdın dövrünə düşmür. Yəni bunlar gedir. Xalq üsyanı nəticəsində taxtdan salınan Ahşeriya aiddir, Artabazda yoxdur. Midiyada baş verən Kaştariti üsyanına yardım edilməsi bu Ahşeriya aid götürə bilərik, ancaq Artabazın dövrünə düşmür. Kaştariti üsyanı 673-də eradan əvvəl başlamışdı, 72-də qələbə ilə başa çatmışdı. Növbəti sual 11-ci suala baxırıq. Eradan əvvəl 6-cı əsrə aiddir. Midiya dövlətinin Assuriya əsarətindən tamamilə azad olması bu 672-dir, 7-ci əsr. Bu getdi eradan əvvəl. Manna dövləti ilə Assuriya arasında Sirdaqqa sazişinin imzalanması eradan əvvəl 714, 8-ci əsrə düşür. Urmiya gölü ətrafında Skit dövlətinin yaranması eradan əvvəl 7-ci əsr. Azərbaycan torpaqlarının Əhəməni əsarəti altına düşməsi, Əhəməni dövləti eradan əvvəl 550-ci ildə yaranıbdır, 330-da süqut edibdir. Eradan əvvəl yarandığı ildə elə ikinci Kirin hakimiyyəti dövründə Azərbaycan torpaqları Əhəmənilərin hakimiyyəti altına düşmüşdür. D bəndini götürəcəyik. Bu 6-cı əsrə düşür. Makedoniyalı İskəndərin Cənubi Qafqaza yürüşlərin baş verməsi. Ümumiyyətlə, İskəndərin Qafqaza yürüşü ilə bağlı mənbələrdə məlumat yoxdur. Olsa belə 4-cü əsrdə İskəndər yaşamışdı eradan əvvəl. Ona görə bu da düzgün olmayacaq. Doğru cavab D bəndi. Keçək 12-ci suala. Albaniya dövləti Arşakilər sülaləsinin hakimiyyəti dövründən fərqli olaraq Mehranilər sülaləsinin hakimiyyəti dövründə. Arşakilərdən fərqli olaraq bizə lazımdır Mehranilərin hakimiyyəti dövründə. Sasanilər dövləti ilə müttəfiq olaraq Yadillilərə qarşı mübarizə aparmışdı. Bu hər ikisini də götürə bilərik. Arşakilərin dövründə Romaya qarşı mübarizə aparmışdılar. Mehranilərin dövründə isə ərəblərə qarşı birgə mübarizə aparmışdılar. Ona görə götürməyəcəyik. Xəzərlərlə xilafətə qarşı ittifaq yaratmışdır. Arşakilərin dövründə belə bir şey olmamışdı. Xilafətə qarşı hələ xilafət heç o vaxt yaranmamışdı. Arşakilərin qeyd edək ki, hakimiyyət dövrü 1-ci əsrdən 510-cu ilə qədər. Mehranilər isə 630-700, deməli 630-dan 705-ci ilə qədərdir. Deməli, Arşakilərin dövründə ərəblərə qarşı mübarizə, xilafətə qarşı mübarizədən söz gedə bilməz, hələ xilafət yaranmamışdı. Ona görə də Mehranilər sülaləsinin dövründə isə düzdür, Xəzərlərlə müharibə aparıb asılığa düşmüşdü, amma ittifaq, yəni xilafətə qarşı ittifaq qurulmamışdı, bunu da götürmürük. Ərəblərin hücumlarına qarşı mübarizə aparmışdır.
qeyd etdiyi Arşaklərdə yoxdur, Mehranlərdə isə vardır. Yəni Cavanşir Sasanilərlə birgə mübarizə aparmışdı. Kadisiyə Kteson döyüşlərini xatırlaya bilərsiniz. Paytaxtı Yeni şəhərə köçürülmüşdü. Arşakilər köçürüblər Bərdəyə, Mehranilərdə isə belə bir şey olmayıbdı. İnzibati islahata əsasən Sasani dövlətinin şimal kustuna daxil edilmişdi. Bu Arşakilər dövrünə aid ola bilər, ancaq Mehranilər yox. Bizə isə Mehranilərə aid olanı seçmək lazım idi. Doğru cavab C bəndi. 13-cü sual. Eyler-Venn diaqramına əsasən manna, skit. Biz deməli davamını o tərəfdə baxaq. 1 manna, 2 skit, 3 ortaq cəhət. Deməli 1, 2. Eradan əvvəl 7-ci əsrin 1-ci yarısında Assuriya dövlətinə qarşı mübarizə aparılması. Bu Mannanın dövründə, Mannada olmuşdu, Ahşerinin hakimiyyəti dövründə. 1-ə A. Urartu dövləti tərəfindən ərazilərinin bir hissəsinin işğal edilməsi. 3-də ortaq cəhət idi. Urartu dövləti tərəfindən ərazisinin bir hissəsinin işğal edilməsi. Bir dəqiqə. Məsələn, Eradan əvvəl 7-ci əsrin 1-ci yarısında Assuriya dövlətinə qarşı mübarizə aparılması hər ikisinə aid götürə bilərik. Ona görə də 3-ə A götürəcəyik. Urartu dövləti tərəfindən ərazisinin bir hissəsinin işğal edilməsi. Bu olacaq Manna dövlətinə aid. 1. Altaydan Krım yarımadasından köç edən türklər tərəfindən əsasının qoyulması. Bu skitlərə aid olacaq. Skitlər C2 idi. C2 gedir. Ərazisində ellim mədəniyyətinin yayılması. Atropatena Albaniya dövlətlərinə aid, heç birinə aid deyil. Ellim mədəniyyəti. Eradan əvvəl 7-ci əsrin 50-ci illərində Midiya üzərində qələbə qazanılması. Midiya üzərində qələbə qazanan Skit padşahlığı olubdu. 653-cü ildə işğal ediblər, 28 il orada hakimiyyətdə olublar. Skitlərə də aid olacaq Y. Deməli, 1-ə B, 2-yə C-yə, 3-ə A düşür A bəndinə. 14-cü suala baxırıq. Azərbaycanda paleolit dövründən fərqli olaraq neolit dövründə əhali yığıcılıqla məşğul olurdu. Deməli, paleolitdən fərqli olaraq bizə neolit dövründə soruşur. Əhali yığıcılıqla məşğul olurdu. Paleolitdə olurdu, neolitdə yox. Təbiət qüvvələrinə inam meydana gəldi. Bu da paleolit dövrünə götürəcəyik, neolitə yox. İstehlak təsərrüfatı tamamilə formalaşdı. İstehlak paleolitdə var idi, neolitdə isə artıq istehsal təsərrüfatı olacaq. Bunlar getdi. Heyvanların ovlanmasında ox və kamandan istifadə olunurdu. Baxmayaraq ki, mezolit dövründə yaranmışdı. Ox və kaman neolit və sonraki dövrlərdə də istifadə olunurdu. Və paleolit dövründə isə olmayıbdı. Doğru cavab D olacaq. Təsərrüfatda bağçılıq və bostançılıq üstün yer tuturdu. Bu artıq Orta Tunc dövrünə aiddir. Doğru cavab D bəndi. 15-ci suala baxırıq. Aşağıda verilən hadisələrin Albaniya dövləti üçün yekun nəticəsini müəyyən edin. 457-63-cü illərdə Albaniyada Sasani hakimiyyətinə qarşı azadlıq hərəkatı başladı. Hərəkat Sasanilər tərəfindən yatırıldı.
Yekun nəticəsi nə ola bilər? Hökmdar birinci Vaçi hakimiyyətdən uzaqlaşdırıldı. Birinci Vaçi deyildi, ikinci Vaçi idi, getdi. Sasanilər Albaniyanın daxili müstəqilliyinə son qoydu. 463-cü ildə bəli, hökmdar hakimiyyəti ləğv edilir. Sasani mərzbanları tərəfindən idarə olunur 487-ci ilə qədər. Bu birinci kiçik mərzbanlıq dövrüdür. Bunu götürə bilərik düzgün cavab olaraq. Ölkə ərazisi Haylandur Hunların əsarəti altına keçdi. Xeyr, Haylandur Hunları Sasanilərə kömək edirlər. Kolt, Girdiman, Sakaşin, Uti vilayətləri Roma tərəfindən işğal edildi. Bu Dizrav döyüşünə aiddir 371. Mehranilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Sülalənin hakimiyyətinə son qoyulması 705-ci ilə aiddir. Bu hadisənin əlaqəsi yoxdur. Bu Arşakilər sülaləsi idi. Doğru cavab B bəndi olacaq 15. 16-cı suala baxırıq. Xəritə sualı. Müasir xəritədə ulduzla qeyd edilmiş ərazinin Orta Tunc dövrünə aid səciyyəvi xüsusiyyətini müəyyən edin. Baxırıq, Naxçıvan ərazisi göstərilir ulduzla. Orta Tunc dövrünə aid səciyyəvi xüsusiyyəti. Erkən şəhər mərkəzlərinin meydana gəlməsi. Naxçıvanda bu dövrdə 2-ci Kültəpə və Oğlanqala kimi erkən şəhər mərkəzləri meydana gəlmişdir. Bəli, doğru cavab A bəndi olacaq. Qədim insana aid alt sənət sümüyü bu Xocavənd ərazisində düşür. Bu əraziyə düşür. Getdi. Həm də ki, Orta Tunc dövrünə aid deyil, alt paleolit dövrünə aiddir. İlk dəfə evlərin içində dini ibadətgahların inşa edilməsi bu erkən Tunc dövrünə aiddir. Həmçinin evlərin içində deyir. Elin mədəniyyətinə aid nümunələrin mövcud olması. Orta Tunc dövrü deyil elin mədəniyyəti. Eradan əvvəl 4-cü, 3-cü əsrlər Yunan mədəniyyəti Atropatena Albaniyaya aiddir. Yəni bunu götürməyəcək. Katakomba qəbirlərinin tapılması. Katakomba qəbirləri aiddir 1-ci, 3-cü əsrlərə bizim eranın. Alanların gəlişi ilə bağlıdır. O da Mingəçevirdə, Qəbələdə aşkar edilmişdir. Naxçıvana düşmür. Deməli, doğru cavab A götürəcəyik. 17-ci suala baxırıq. 17 və 18-ci suallara. 17-ci sual. Əhəməni ağalığı dövründə Azərbaycanda. Əhəməni ağalığı dövrü 550-330 qeyd edilək. Eradan əvvəl 550-330. Azərbaycanın şimalında ilk quldar dövlət meydana gəldi. Bu Manna dövlətidir. 9-cu əsr aidiyyəti yoxdur Əhəmənilərə. Kiçik Midiyada Qaumata üsyanı baş verdi. 522-ci ildə baş vermişdi. Kiçik Midiya Cənubi Azərbaycan, yəni Atropatena ərazisinə düşür. Ona görə də bunu götürə bilərik. Əhəmənilər əleyhinə baş vermişdi bu üsyan. İranzu tərəfindən Mannada canişinlik sistemi eradan əvvəl 8-ci əsrdir, getdi. Atropatena dövləti Selevkilərin işğalına məruz qaldı. O eradan əvvəl 223-cü ildir. Həm də Əhəmənilərlə əlaqəsi yoxdur. Qavqamela döyüşündə Makedoniyalılar məğlub edildi. Eradan əvvəl 331-ci ildə olan bu döyüşdə Makedoniyalılar qalib gəlmişdilər. Həm də Azərbaycanla əlaqəsi yoxdur. Azərbaycanda baş verməmişdi. Bu da buradan getdi. Doğru cavab B bəndi. 18-ci sual. 643-cü ildə ərəb qoşunlarının Cənubi Azərbaycana daxil olması nəticəsində ərəblərlə Azərbaycan mərzbanı arasında sülh imzalandı. İsfəndiyar İbn Fərruxzad arasında. Doğru cavab götürə bilərik. Əvvəlcə döyüş olur. Vazruz və Cərmidan döyüşləri, ondan sonra da sülh müqaviləsi imzalanmışdı. Digər variantlar xilafət tərəfindən Azərbaycan işğalı başa çatdırıldı. Xeyr, hələ çatdırılmamışdı. Bələncər döyüşündə
Xəzərlər məğlub edildi. Cənubi Azərbaycana daxil olması. Beləncər döyüşü Dərbənddən şimalda Xəzərlərlə olubdu. Alban hökmdarı Cavanşir hakimiyyətdən uzaqlaşdırıldı. Bu 681-ci ildə Cavanşir sui-qəsd nəticəsində öləndən sonra olubdu. Beləncər döyüşü Xəzərlər məğlub edildi. 643-cü ildə də olubdu. Ancaq dediyim kimi, yəni Cənubi Azərbaycana daxil olması yox, artıq Dərbənddən şimala yürüşündə, yəni Azərbaycan ərazisində baş verməyibdi. Bu Şimali Qafqaz, Xəzər xaqanlığının ərazisinə düşür. Araz çayından şimaldakı vilayətlərin idarəsi ərəb canişinlərinə həvalə edildi. Araz çayından şimaldakı vilayətlərin idarəsi. Hələ Araz çayından şimala çatmayıblar Cənubi Azərbaycandan. Deməli, bu da getdi. Deməli, 18-dən cavab A bəndi olacaq. 19-cu suala baxırıq. Xəritədə paytaxtı ulduzla işarələnmiş dövlətin 3-cü, 4-cü əsrlərdə Cənubi Qafqaza hücumlarına aid doğru bəndləri müəyyən edin. İtaliya ərazisi işarələnibdir. O vaxtda Roma dövləti idi. Roma imperiyası. Cənubi Qafqaza hücumlarına aid doğru bəndlərdən söhbət gedir. Cənubi Qafqaz deyirsə, həmin vaxtda Albaniyadan nəzərdə tutacaq. Sasanilər dövləti ilə müharibələrin aparılması. Yəni, Albaniyada həmin vaxtda aid idi hansı dövlətə? Sasani dövlətindən asılı vəziyyətdə idi. Deməli, Sasanilər dövləti ilə müharibənin aparılması söhbət 359-371 Ahmet Dizirav döyüşlərini götürə bilərik. Sasanilərlə aparmışdı. Dizirav döyüşündə qalib gələrək Albaniyanın bəzi bölgələrini işğal edilməsi. Bu da düzgündür və qeyd edilmişdir. Uti, Sakaşen, Girdi, Mankolot vilayətləri işğal edilmişdir. Maqneziya döyüşündə Selevkilər hərbi qüvvələrin məğlubiyyətə uğradılması. Bu eradan əvvəl 190-dır, getdi. Atropatena və Parfiya dövlətlərinin hərbi ittifaqına qarşı mübarizə aparılması. Bu eradan əvvəl 53-cü il Karra döyüşü aid deyil. Cənubi Qafqazın tamamilə işğal edilərək əyalətə çevrilməsi. Cənubi Qafqaz tamamilə işğal edilmir bu dövrdə Roma imperiyası tərəfindən. Bu da səhvdir. Düzgün cavab A bəndi olacaq. 20-ci sual 20 və 21-ə baxacağıq. Xilafətin Azərbaycanda həyata keçirdiyi iqtisadi siyasətə aiddir. Xilafət Azərbaycanda iqtisadi siyasət qeyd edir. Ərəb tayfalarının Azərbaycan strateji ərazilərinə yerləşdirilməsi. Bu sosial siyasətdir, iqtisadi deyil. Bütpərəstlərin zorla müsəlmanlaşdırılması. Bu dini siyasətdir. Zorla müsəlmanlaşdırılması da belə bir şey də olmayıbdır. Rabatların yaradılması. Hərbi məskənlər idi rabatlar, iqtisadi siyasət deyil. Pul islahatına əsasən dövriyyədən Sasani və Bizans pullarının çıxarılması. Bəli, bu doğru cavab olacaq. İlk xəlifələr dövründə əhali və əmlakının siyahıya alınması. Belə bir şey də ilk xəlifələr dövründə yox, Əməvilər sülaləsinin dövründə olmuşdu. Doğru cavab D bəndi. 1-ci əsrdə Albaniya dövləti üçün təhlükə törədirdi. 1-ci əsrdə Roma Respublikası artıq yox idi. Roma imperiyası var idi. Eradan əvvəl 27-də yaranır, 395-ə qədər. Həm də artıq 1-ci əsrdə Albaniya dövləti üçün Roma imperiyası belə olsa təhlükə törətməyibdi. Alan tayfaları, bəli, 1-ci, 3-cü əsrlərdə yürüşlər edirdi Azərbaycana, Albaniyaya. Parfiya dövləti bizim eranın 20-ci ilində Atropatena işğal edəndən sonra Albaniya üçün təhlükə törədir. Selevki dövləti artıq Maqneziya döyüşündən sonra dağılmışdı. Makedoniya imperiyası da
İskəndərin ölümündən sonra parçalanmışdı eradan əvvəl 4-cü əsrdə. Düzgün cavab 2-3 olacaq. B bəndi. 21-22-ci suala baxacağıq. Alban hökmdarı Cavanşirin Xəzər xaqanlığı və Ərəb xilafəti ilə apardığı diplomatik danışıqların ümumi nəticəsi həm Xəzərlə, həm Ərəb xilafəti ilə ümumi nəticəni soruşur. Albaniyanın daxili müstəqilliyinə son qoyulması ola bilməz. Heç birində belə bir şey olmur. Cavanşir hakimiyyətdə qalır. Daxili müstəqilliyini saxlayır. Cavanşirin hər iki dövlətdən vassal aslını qəbul etməsi, bəli, bu doğrudur. 664-də Xəzərlərlə müqavilə bağlayır, vassallığı qəbul edir, vergi verir. Həmçinin 667-670-ci illərdə Şam şəhərinə gedərək xəlifə Muaviyə ilə görüşür və ona da vergisini verir, vassallığını qəbul edir. Albanların ölkədəki xaraq vergisinin 1/3 qədər azaldılması, bu belə bir şey olmayıbdır. Xaraq vergisi Sasanilərə verilibdir. Bizansa qarşı ittifaq yaradılması, belə bir şey heç birində olmayıbdır, aidiyyət yoxdur. Albaniya idarəsinin mərzbanlara həvalə edilməsi, bu Sasanilər dövrünə aiddir, Cavanşirin əlaqəsi yoxdur. Eyni əsrdə baş vermişdi Cənubi Qafqaz uğrunda Sasani-Bizans müharibələri. Bunu götürə bilərik 623-628, yəni daha doğrusu eradan əvvəl 7-ci əsr götürə bilərik. Alban sərkərdəsi Cavanşirin Sasani şahı tərəfindən mükafatlandırılması. 636-637-ci illərdə Kadisiya Ktesifon döyüşlərində Cavanşir sərkərdə kimi döyüşmüşdü. Bəli, mükafatlandırılmışdı Sasani şahı tərəfindən. O da 7-ci əsrə düşür. 1-2 olacaq. Savalan döyüşü 731, bu aiddir 8-ci əsr. Albaniyada Arşakilər sülaləsinin hakimiyyətə gəlməsi 1-ci əsrdir. Deməli, düzgün cavab 1-2. Iyirmi 24-25-ci suallara baxırıq. Manna və Midiya dövlətlərinə aid oxşar cəhətləri müəyyən edin. Eradan əvvəl 6-cı əsrdə süqut etməsi. Manna 590, Midiya 550 doğrudur. 1. Əhəmənilərin hücumlarına məruz qalması. Manna süqut edərkən Əhəməni dövləti hələ yaranmamışdır. 550-də yaranıbdır Əhəmənilər. Getdi bu. Assuriya dövlətinə qarşı mübarizə aparılması. Manna aparıbdır, Midiyada həmçinin aparıbdır. 3-ü götürə bilərik. Feodal münasibətlərin inkişaf etməsi. O dövr quldarlıq dövrü idi, feodal münasibətləri hələ yaranmamışdı. Feodal münasibətləri 3-cü əsrdə yaranır. Əhalisinin atəşpərəst olması. Manna dövlətində atəşpərəstlik olmamışdı, Midiyada olmuşdu. Deməli, düzgün cavab 1-3. Eradan əvvəl 7-ci əsrin əvvəllərində Kuti dövlət qurumuna aid olanları müəyyən edin. Eradan əvvəl 22-ci əsr. Üzr istəyirəm. 22-ci əsrin əvvəllərində Kuti dövlət qurumuna aid olanları. Deməli, burada hadisə söhbət Akkad dövlətinin işğalından gedir. İki çay arasında mövqeyinin zəifləməsi, xeyr, əksinə güclənir. Akkad dövlətinin süquta uğradılması doğrudur. Türk mənşəli sülalə tərəfindən idarə edilməsi. Kutilər türk olubdur, bu da doğrudur. Assuriya dövləti ilə siyasi iqtisadi əlaqələr. O dövrdə Assuriya dövləti yox idi, doğru cavab 2-3. Xronoloji ardıcıllıq soruşulur. Atropatinanın Sasani imperiyasının tərkibinə daxil edilməsi. 227.
Xilafət tərəfindən ərəblərin Azərbaycana köçürülməsi. Bu 7-ci, 8-ci əsrlər götürülə bilər. 7-ci, 8-ci əsrlər. Sasani imperiyası demək xronoloji ardıcıllıqdan soruşur. Albaniya Dizrav döyüşündə itirdiyi torpaqların geri qaytarılması. 387. Aguyen kilsə məclisinin çağırılması. 488. Ardıcıllıq belə olacaq. 1, 3, 4, 2. 1, 3, 4, 2. Uyğunluğun müəyyən edin. Eradan əvvəl 7, eradan əvvəl 6-cı əsr. Urartunun Manna ərazilərinə hücumlarına son qoyulması. 714 2-ci Sarqonun yürüşündən sonra, bu da düşür 8-ci əsr getdi. Heç birinə aid deyil. Azərbaycan ərazisində türk mənşəli dövlətin əsasının qoyulması. Skit çardığını götürə bilərik. Eradan əvvəl 7-ci əsrdə aid olacaq B bəndini. B bəndi 1 aid olacaq. Skit dövlətinin Midiya tərəfindən işğal edilməsi. 590 eradan əvvəl 596-cı əsrə düşür. İkinci Kirin Massaget tayfaları ilə mübarizədə öldürülməsi. Eradan əvvəl 530. Bu da olacaq 6-cı əsr. Lullubi tayfa ittifaqının dövlət qurumuna çevrilməsi eradan əvvəl 3-cü minilliyə aiddir. Heç birinə aid olmayacaq. Bu da getdi. 1-ə B, 2-yə C, D. Növbəti sual. Situasiya sualıdır. Deməli, Sasani dövlətində 5-ci əsrin sonlarında əhalinin iqtisadi vəziyyəti ağır idi. Belə bir şəraitdə əhali arasında mərkəzi hakimiyyətə qarşı 481-529-cu illəri əhatə edən etiraz hərəkatı başladı. Bu hərəkat Atropatena ərazisində də geniş yayılmışdı. Hərəkat nümayəndələri Xeyrin şər üzərində qələbəsinə inanırdılar. 1-ci Qubadın dövründə hərəkat daha geniş vüsət aldı. Əyanları özünə tabe etmək üçün 1-ci Qubad hərəkat iştirakçılarına arxalanaraq onlara himayədarlıq edirdi. Lakin 1-ci Qubad üsyançıları müdafiə etdiyi üçün taxtdan salındı. Deməli, mənbədə bəhs edilən hərəkatın əvvəllər mövcud olmuş hansı dini cəryanın təsirinə məruz qaldığını yazın. Bu məzdəkilər hərəkatıdır. Ondan əvvəl isə maniçilik təlimi olmuşdur. Deməli, mani təlimini götürə bilərik. Düzgün cavab olacaq. Növbəti suala baxaq. Deməli, burada mani qeyd edək. Mənbədə bəhs edilən hərəkatın əsas ideyaları haqqında 2 fikir yazın. Yazmağa ehtiyac yoxdur, məncə şifahi də deyə bilərəm. Burada ədalətli cəmiyyət qurmaq idi. Bir də əmlak bərabərliyinə nail olmaq. Ədalətli cəmiyyət qurmaq, əmlak bərabərliyinə nail olmaq. Mənbədə bəhs edilən hökmdarın hakimiyyətini yenidən bərpa etdikdən sonra hərəkat iştirakçılarına qarşı həyata keçirdiyi 2 tədbiri yazın. Biz burada nələr qeyd edə bilərik? Məzdək edam edilir, tərəfdarlarına divan tutulur, bir də məzdəklər hərəkatına son qoyulur, yatırılır. Yəni, bu variantları, bu cavabları yazmaq olar. Belə, bu qədər. Təşəkkür edirəm izlədiyiniz üçün. Əgər bəyəndinizsə, bəyənə bilərsiniz. Sağ olun, təşəkkürlər.